Emil bəy, müharibənin bitdiyi, yəni eskalasiya mərhələsinin bitdiyini söyləmək təbii ki, mümkün deyil. Sülhün bərqərar olduğu və ya uzun müddətli atəşkəs rejiminə gedilməsi mümkün olduğu barədə danışmaq bugün imkansızdır. Ona görə ki, 1979-cu ildən üzü bəri 47 il idi ki, Amerikalılar İranlılarla birbaşa təmasda deyildilər. Həmişə üçüncü tərəfin vasitəçiliyi ilə danışıblar. Heç vaxt üzbəüz, üzbəsurət danışıqlar aparılmayıbdır. Qardaş Pakistanın baş naziri, hörmətli Şahbaz Şərifin siyasi diplomatik çabaları qardaş Türkiyənin və Misirin göstərdiyi vasitəçiliyin nəticəsində bir araya gəldilər. 21 saatlıq bir danışıq apardılar. Amma söylədilər ki, çoxlu məsələlərdə razılığa gəlmişik. Amma prinsipal məsələlərdə razılığa gələ bilmədilər. Yəni, Amerikanın qoyduğu tələblər nədən ibarətdir? Zənginləşdirdiyiniz uranı bizə təhvil verəcəksiniz. Hörmüz boğazını açacaqsınız. Heç bir tankerdən, gəmidən bacı almayacaqsınız, belə ifadə etsək. Bəli. Və yerdə qalan bütün məsələlər də yenə o ballistik raketlər filanlar. İran nə deyir? İran deyir ki, nüvə proqramı mənim hüququmdur. Mən bunu dinç məqsədlər üçün edirəm. Zənginləşdirdiyim uranı sənə verməyəcəm. Hörmüz boğazı mənim nəzarətimdə qalmalıdır. Və biz tankerlərdən bu 2 milyon dollar hər tankerdən pul almaqda, vəsait almaqda davam edəcək. Bu bizim haqqımızdır. Yəni bu həm ideoloji cəhətdən, həm mövqe cəhətdən İranla Amerika taban-tabana zidd olan mövqelərdə dayanıblar. Hətta Qərbin kütləvi informasiya vasitələrinin yazdığına görə Steve Witkoff'la Abbas Araqçının arasında az qala əlbəyaxa bir qarşıdurma olacaqmış. Yəni, o həddə çatıblar. O həddə çatıblar. Özdə iki tərəfdən də çox yüksək səviyyəli nümayəndələr iştirak edirdilər. İranın parlamentinin sədri, Xarici İşlər Naziri, bir də təhlükəsizlik sistemindən bir nümayəndə. Amerikadan isə birbaşa vitse-prezident iştirak edirdi. Və Steve Witkoff bir də Bəli, Kushner, yəni həmçində Vance. Prezidentimizin Donald Trump'ın kürəkəni. Yəni çox ciddi bir nümayəndə heyəti vardı. 21 saatlıq görüşdə heç bir nəticə alınmadı və J.D. Vance ayrılanda dedi ki, təəssüf eləyirik ki, biz əsas məsələlərdə razılığa gələ bilmədik. Bundan sonra Amerikanın atacaq addımlar nədir? Amerika özünün reytingin, imicin, prezident kimi Donald Trump özünün kürsüsün, gələcəkdə baş verə biləcək bütün problemlərini nəzərə alıb bu məsələni həll eləməlidir. Hörmüz boğazının İran tərəfindən nəzarətə götürülməsi və hərəkət edən tankerlərə məhdudiyyət qoyulması, üstəlik Körfəz ölkələrinə vurulmuş ağır maddi ziyan İran tərəfindən bu Amerikanın tarixi missiyasına vurulmuş zərbədir. Donald Trump buna aydınlıq gətirməlidir. Məsələni son fazıya qədər həll etməlidir. Yəni taranad etməlidir. Bunun başqa yolu yoxdur. Heç bir diplomatik siyasi çabı ilə, İranla, Amerika Birləşmiş Ştatlarının mövqeləri yaxınlaşmayacaq. Bunlar qızıl orta tapa bilməyəcəklər.